siz niyə bura qədər? Nə məcbur? Evə qədər müşahidə edirsiniz? Nə məcbur? Nə məcbur? Hamilə xanıma toxunma. Zəhmət olmasa davam eləyin. Davam eləyin. Aşağı düşün, yol bağlamayın, düşün aşağı. Bugün 6 may Tofiq Yaqubun növbəti məhkəmə prosesi idi. Daha doğrusu apellyasiya məhkəməsi idi. Və bugün Tofiq Yaqublunun apellyasiya verilən şikayətinə baxılacaqdı. Eyni zamanda vəkillərin ev tutaqlığıyla verdiyi şikayətə baxılacaqdı. Amma bugün hakim Zamin İbrahimov Tofiq Yaqublunun bugün 36-cı gündür ki aclıq eləyir. Amma buna baxmayaraq özü də gözünlə gördü. O kör gözlərinlə gördü ki, Tofiq Yaqublu hansı vəziyyətdə məhkəmə zalında oturmuşdu. Danışmağa belə heyi yox idi. Bununla belə, yəni hətta bu qanunla təsbit olunsa belə ki, humanist addım və bu qanunla təsbit olunsa belə, onunla belə Tofiq Yaqubluya qarşı anti-humanist qərar verdilər. Və növbəti məhkəmə prosesini güya bu açılış iclasıymış və nə ev tutaqlığını təmin elədi. Növbəti məhkəmə prosesini də 20 maya keçirdi. Baxın, sonra deyirlər ki, bu ölkədə heç kimə, ölkədə siyasi məhbus yoxdur, heç kim siyasi motivlərə görə həbs olunmur. Amma indi bugünkü məhkəmə belə onu göstərdi ki, Tofiq Yaqublu sırf siyasi motivlərlə həbs olunub, sırf İlham Əliyevin sifarişi ilə, göstərişi ilə həbs olunub. Dəfələrlə deyirəm, dəfələrlə qeyd eləmişəm ki, Tofiq Yaqubluya qarşı bu addım onu göstərir ki, Tofiq Yaqublu'nun ölümünə fərman verilib. Çünki nə həkimini buraxırlar yanına, nə məhkəmədə ev tutaqlığına buraxdılar. Və Tofiq Yaqublu'nun bundan sonraki həyatı sual altındadır və özü də keçən dəfə bu bazar görüşəndə, keçən bazar, özü dedi ki, böyük ehtimalla mən baza gələn görüşə mən sağ çıxmayacağım. Mənim atamı isə bizim gözümüzün qarşısında diri-diri öldürürlər. Vəziyyəti çox pis, çox arıqlayıb, halı yoxdur. Onsuz da məhkəmə işçiləri, ədliyyə işçiləri qolundan tuta-tuta gətirib birtəhər oturdular, danışa bilmir, səsi çıxmırdı ki, zalda heç kim onun səsini eşidə bilmirlər. Bu boyda texnologiyanın inkişaf elədiyi vaxtda bir dənə mikrofon qoya bilmədilər ki, Tofiq Yaqublu danışanda onun səsi eşidilsin. Onu belə təmin eləmədilər, çünki Tofiq Yaqublu ümumiyyətlə səsini kəsmək istəyirlər. İstəmirlər ki, Tofiq Yaqublu nəsə danışsın, eləsin. Bunun başqa adı yoxdur. Bunun bir adı var ki, Tofiq Yaqublunu öldürürlər. Başqa adı yoxdur. Və mənim atam bu həftənin sonuna sağ çıxmayacaq. Həkimini buraxın bari. Bundan artıq mən nə deyim? Həkimini buraxın. Həkimini niyə buraxmırsınız? Nə oldu birdən-birə? Sonra da utanmadan çıxıb deyirlər ki, bizim ölkədə siyasi məhbus yoxdur. Kim deyirsə yalan deyir. Gözünüz çıxsın, gəlin görün də bu ölkədə necə siyasi məhbus olur. Deməklə deyil, 1000 dəfə deyirsiniz, bir dəfə gəlin görün. Bu günləri bizə yaşadanların əminəm ki, adım kimi, ola bilsin mən o günü görməyim, amma əminəm ki, onlar bu qanun qarşısında cavab verəcəklər. Bugün mənim yaşadıqlarımı eynən onların ailəsi yaşayacaq, amma utanç hissindən yaşayacaqlar. Ləyəqətsizcəsinə yaşayacaqlar bu hissləri. Artıq o vəziyyətdə belə yenə optimistliyini itirməyib və məhkəmə zalına gələn insanlara şüar olaraq yazıb ki, siz mənim ürəyimsiniz. O bilir ki, ona necə dəstək var, cəmiyyətin ona necə dəstəyi var. Bugünkü polisin bu qoşunun gəlməyi onu göstərir ki, onlar narahatdır Tofiq Yaqubluya olan dəstəkdən, xalqın ona olan sevgisindən çox narahatdır. Həqiqətən Tofiq Yaqublu cinayətkar isə niyə narahat olurdunuz? Niyə bu qədər polis tökmüsünüz? Niyə qoymursunuz insanlar orada toplaşsın? Niyə narahatsınız? Bu hamısı onu göstərir ki, onlar çox narahatdılar, çox narahatdılar. Faktiki Tofiq bəyə ölüm hökmü verdilər. Nəinki həbs qəti imkan tədbirini dəyişmədilər, hətta məhkəməni təyin elədilər. Bir də may ayının 20-sinə, 14 gündən sonraya Tofiq Yaqublu may ayının 20-sinə çətin sağ qala. Tofiq Yaqublu tam üzülüb. Nəinki yerimək, hətta oturmaq və danışmaq da artıq onun gücü daxilində deyil.
gözümüzün qarşısında dağ boyda adam əriyir, məhv olur, azadlıq ədalətdən yana özünü fəda eləyir. Bugün daha bir qəddar qərarın şahidi olduq biz. Məlumat üçün deyim ki, ilkin baxış zamanı maksimumu ən gec 14 günə təyin oluna bilərdi məhkəmə və bugün ən gec həmin olan 14 günə də təyin elədilər. Budur artıq sonuncu fərqi aradan qaldırırlar. Artıq Azərbaycanın Türkmenistanlaşması başa çatır. Burada da danışmağa qoymurlar. Polis əməliyyatını başladılar. Mən istəmirəm ki, əlavə əsas olsun, ona görə də bununla tədbirimiz başa çatdı.